Salam əziz dostlar, Allah sizləri qorusun, var olasınız. Bu günlərim operator olan qızım Nurayla gedirik uşaqlar günündə Ağcabədiyə gəzməyə. Yolda belə bir zəhmətkeş qardaş götürdük, Çiçək əmini. Bu da onun gözəl balasıdır. Adı nədir kişi? Adil. Allah səni qorusun Adil. Adil, bilirsən bugün uşaqlar günüdür. Ay Allah. İndi atanın da işi çox olduğuna görə səni gəzməyə apara bilmir, eləmi? Allah sağlasın. İnşallah gələn atanın vəziyyəti ilə gözəl, elə yaxşı olar ki, səni aparar ən gözəl yerlərdə gəzdirər. İndi Adil, ürəyin nə istəyir? Dəyanət həm səninlə qulluq olsun. Ay sənin başınadır. Nə tayanı heç nə? Uşaqlar günüdür, mənim ürəyimdən belə bir nəsə gəlir ki, sənə qulluq edeyim. Nə istəyir ürəyin? Hadi yaxşı görək. Allah bütün balaları qorusun. Dostlar, Allah elimizi obamızı qorusun. Allah ölkəmizi var eləsin. İnsanların vəziyyəti, durumu gözəlləşsin inşallah. Hamının Allah ruzusu yetsin. Hamı öz balasını əyləndirə bilsin, gəzdirə bilsin. İndi bayaq qardaşa deyirəm, yəqin ki, uşaqlar üçün uşaq gəzməyə aparsan, deyirək qardaş, nə bayram, nə günüdür ki bugün? Yəni insanlar başı qarşı bir şey gücə bilmir. Bugün uşaqlar günüdür, 1 iyun. Allah bütün balaları qorusun. Allah Azərbaycanımızın, övladların sağlam eləsin. Gələcəyi ölkəmiz onların əlində olacaq. Onsuz da biz yavaş-yavaş sıradan çıxırıq. Gələcək nəsillər gəlir. Ona görə uşaqlar bizim gələcəyimizdir. Ölkəmizin gələcəyidir. Biz bunları qorumalıyıq, sevməliyik. Fərq eləməz kimin balasıdır. Bugünkü bala sabahın həkimidir, sabahın polisidir, sabahın vəkilidir, sabahın necə deyim, prokurorudur, generalıdır, əskəridir, anasıdır, atasıdır. Harada düşəsiniz? Körpün o tərəfində. Körpün o tərəfində düşərsən. Amma sən icazə verərsən, mən bu kişi ilə bir dənə mağazaya girim çıxım. İcazə verirsən mi? Bir dənə əmi bala mağazaya girək çıxaq bu kişi ilə. Görək bu kişinin ürəyi nə istəyəcək. Kişinin atası burada zəhmətçi işlə məşğuldur. 4 yolda deyir, köbrək gedirəm. Bəlkə də bu video elə bir tutar ki, inşallah. Çox qəşəng olar. Direkt uşaqlar gibi. Bu uşağın deməli gördüyün kimi. Adı nə oldu? Adil. Nədir? Adil. Adil. Allah qorusun bu balanı. Deməli bu kişiyə bir sanda olan meyvə şirəsi. Sonra kişiyə məncə görün bura. Ürəyin nə istəyir? Bir dənə də bundan götürək. Bundan da götürək. Ay Allah. Sonra nə sevirsən? Özün götür də. Ondan istəyirsən. Aha. Sonra bakkuş da istəyirsən. Sonra bundan da istəyirsən. Əşyanı verənə şişə. Təsadüfən Adil kişi ilə yolda bildiyinizdə tanış olduq. Atasından izin aldım. İndi isə gedirik 4 yolda yerləşən Brand Store geyim mağazasına. Oradan kişiyə qəşəng paltar alaq. Ha kişi? İnşallah gedək atam. İndi isə gəldik Brand Store'a. Gəldik. Bu gözəl kişi ilə alış-verişə. Görək bunun zövqü nədir? Buna qəşəng bir ayaqqabı alacağıq. Bir də dəst bir şey alaq. Gedək görək. Bizim dəyərli qardaşımız Brand Store'un əməkdaşı bizə nə məsləhət görür? Neçə yaşın var ha kişi? 3. 3 yaşı var. 3 yaşı var. 3 yaşı Qəşəng dəstəyə belə kişi paltarı və bahalı paltar. Eləmi? Bahalı paltar cinsi var bu. Bahalı paltar həmsi. Gözəl balamıza Brand Store'dan çox qəşəng bir türk Donino firmasının qəşəng. Qəşəng orijinal bir şeydir ha. Orijinal Donino'dur. Qəşəng özləri sezonudur. Şortik koftası. Gedək geyindirək gəl necə yaraşır. Görək. Xoşun gəldi bu rəngdən? Aşyanı verənə şükür. Böyüyəndə nə olasın? Hayatım. Yekələndə nə olmaq istəyirsən? Fəhlə. Sənin başına dönmə. Deyir ki, fəhlə. Niyə ürəyim qurban? Atası zəhmət keçdi axı deyəm biraz aşağı yer, gözəl operator. Böyüyəndə nə olmaq istəyirsən? Fəhlə. Sənin o ürəyinə qurban olum. Sən fəhlə olmayasan. Fəhlə balası da var dostlar. Atası zəhmət keçdi.
sən fərqli olmayasan. Sən böyüyərsən, oxuyarsan, iş adamı olarsan. Fəhlə də yaxşı işdə, ha. Bilirsən nətərdir? Balasını ac qoymur, hə? Əlinin qabarı ilə işləyir, qazanır. Buradan bütün fəhlə qardaşlarımıza salamlayıram, hər birinin qazasını alaram. Prosto bu fəhləmizin balası fəhlə olmayacaq. Sən bizə nə olarsan? Sən general olarsan inşallah. Yəni inşallah, həmi? Bizim başın. İnşallah sənin patan al. Orada kuru yerə qoymuyor. Girin gölə ya. Köynə şəbtlərini deyin, gələ təzə sağ şəbtlə seçək. Böyle bir şey var. Daha rahat giyinmelidir. Ha giyin. Şu hem arkadan bağlanır bu. Hem yandan bağlanır. Deməli bu kişiyə bir dənə də smart saat taxaq. Bu kişi başlasın indindən öyrənməyə. Yaxşı. Məktəbə də daxil olanda inşallah yaxşı oxuyarsan, birinci sinifə gedəndə eşitsən məni. Yaxşı oxuyursan, bu fəhləlik arzusunda ürəyindən at. Yaxşı, sən elə dedin, ən pis oldu. Sən fəhlə olmayasan sən. Elə oxuyub yaxşı kişi olarsan ki, atana da kömək edərsən. Atana bahalı maşın da alarsan. Yaxşı atan? Yaxşı, inşallah. Saatı da öyrənirsən. Yaxşı. Getdik. Xeyirli olsun. Sağ olasın. Deməli, qardaşımız çox sağ ol. Yaxşı oldu. Nə var? İcid bəy geyindirdi. Xeyirli olsun. Allah var etsin. Oldu şaqalat kimi oğlan. Bütün Azərbaycanımızın Uşaqlar Günü mübarək olsun. Bu günlərim çəkilişim var idi, gecikdim, heç nə olmaz. Bu kişinin bəxtinədir. Bu gün Dəyanət əmisi buna rast gəlməliymiş, bunu yolda götürməliymiş, biz tanış olmalıymışıq. Olduq dost. Sən başına dönüm, Allah səni qorusun. Allah bütün balaları qorusun. Mənə elə gəlir ki, buna xidmət hər şeyə dəyərdir. Kənan qardaş, məni gözləyirsən bilirəm. Gecikdim, üzr hesab elə qardaşım. Bu kişiyə görə gecikmişik. Abi kişiyə təhvil verək atasına. Çox Sağ ol, Asif, işləsən nəsə. Allah olsun yetsin. Mən sənə bu xahiş edirəm, bu uşağı oxudarsan. Yaxşı, bu uşağı oxud. Bayaq deyirəm ki, böyüyəndə nə olarsan, deyir fəhlə. Deyirəm zəhmətkeş kişinin, zəhmətkeş də oğlu olar. Allah qorusun bu gözəl balamızı. Bugün Uşaqlar Günüdür. Ona görə də yolda tanış olduq, dedim bu kişinin qulluğunda olum. Razı qaldın əmidən. Səni tez-tez ziyarət edəcəm. Bunun təhsili ilə də maraqlanacağım. Bax, hansı kənd olursunuz? Rəncbərlər kəndinin müəllimlərinə səslənirəm buradan. Bax, bu gördüyünüz kişini yəqin siz tanıyırsınız. Bundan məşğul olun. Bunu sizdən soruşacağım. Ha, müəllimlər. Sizə tapşırın. Elə? Yaxşı.